İbrahim müəllim, təmiri özünün eləmək yaxşıdır? Məsələn, ayrı-ayrı ustalar tapıb hər işi bir ustaya gördürmək yaxşıdır? Yoxsa bir şirkətlə işləyib o şirkətdən təhvil almaq daha yaxşıdır? Bu da sifarişçiləri çox maraqlandıran sualdır. Ümumiyyətlə, o sifarişçinin özünün təcrübəsindən asılı olan bir məsələdir. Əgər sifarişçinin təmir, tikinti ilə bağlı təcrübəsi varsa, birinci variant olaraq ayrı-ayrı ustalarla təmir elətdirə bilər. Yox, əgər sifarişçinin ümumiyyətlə tikinti sahəsindən, təmir tikintindən anlayışı yoxdursa, yəni məqsədə uyğundur ki, bazar araşdırması eləyib, hər hansı tikinti ilə məşğul olan bir firmaya işini etibar eləməyi daha yaxşıdır. Çünki ən azından müqavilə bağlayacaq, ən azından işinin gedişatını izləyə biləcək, müqavilənin şərtlərinə uyğun olaraq. Ən azından da sabah hüquqi bir problem çıxanda cavabdeh olaraq qarşısındakı şirkətdən nəyisə tələb eləyə biləcək. Amma müxtəlif ustalar olanda, yəni ustaların daşıdığı məsuliyyətlər az olacaq. Suvaq ustası rəngsaz ustasına məsuliyyəti dövr eləyəcək, hörgü ustası suvaq ustasına dövr eləyəcək və belə-belə problemlər çıxacaq. Yəni günahkarı tapmaq olmayacaq. Təmirdə yaranan problemlərin günahkarını. Ancaq dediyim kimi təcrübəsi yoxdursa, tikinti təmirə aid yoxdursa, düzgün bazar araşdırması eləyib, bazarda müxtəlif şirkətlər fəaliyyət göstərir. Ona görə düzgün bazar araşdırması eləyib, işini peşəkar bir firmaya verməyi daha məqsədə uyğundur ki, həm müqavilə var ortada, şərtlər var, həmçinin də sabah hüquqi bir problem çıxanda, hər hansı bir sahədə problem olanda qarşı tərəfində müqavilə ilə tələb eləyəcəyi ya firma olacaq, ya onun rəhbərliyi olacaq. Ona görə firmanı mən daha uyğun seçərdim, əgər təcrübəsi yoxdursa. Qaraqoyunlu İnşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.